Salam, hər vaxtınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Dünya televiziyasına baxırsınız, efirdə DTV Aktualdır. DTV Aktualda aktual məsələlərdən danışacağıq. Böyük məmnuniyyətlə bugünkü efirimizin qonağını sizə təqdim edirik. Qonağımız Milli Məclisin deputatı Şahin müəllim Seyidzadədir. Şahin müəllim, xoş gördük sizi, hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz və bugünkü proqramımızda iştirak edirsiniz. Xoş gəldiniz. Yeri gəlmişkən bir məqama toxunaq ki, yeni ildə ilk dəfədir sizinlə görüşürük. Qoy ilimiz uğurlu olsun. Qarşılıqlı, bütün arzular qarşılıqlı. Və bilirəm, siz hər zaman mətbuata açıq olmusunuz. Düşünürəm ki, 2026-cı ildə də biz sizinlə məhz DTV Aktualın studiyasında tez-tez görüşəcəyik. Ümid olmayın, əmin olun. İnşallah. İcazənizlə söhbətimizə başlayaq. Prezident İlham Əliyev yanvar ayının 13-də Ağdərə rayonunda səfərdə oldu və bir neçə obyektin təməl qoymasında da iştirak etdi. Eyni zamanda rayonun Aşağı Orataq kəndində Aşağı Orataq, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdü. Gəlin öncə bundan danışaq. Buyurun, sizə eşidirik. Bildiyiniz kimi 2020-ci ildən sonra, 44 günlük müharibədən sonra Qarabağ bölgəsində böyük təmir bərpa işləri, abadlıq işləri gedir və burada bir tərəfdən mülki əhalinin geri qaytarılması, yəni vaxtı ilə oradan köçkün olmuş əhalinin ardıcılıqla geri qaytarılması, eyni zaman o əhali üçün müxtəlif imkanlar yaratmaqla onların məşğulluğunu təmin etməsidir. Yəni və cənab prezident tez-tez o bölgəni ziyarət edir, müxtəlif o gedən işlərlə bağlı, görülmüş işlərlə bağlı özü tanış olur və müvafiq olaraq oradakı olan artıq məskunlaşmış və yəni ki, dövlət qayıdış proqramı çərçivəsində artıq məskunlaşmış əhali ilə görüşür. Bu da növbəti bir görüş idi. Həm müvafiq gələcək iş yerləri təmin edən məsələlərin işə salınması, onların inkişaf prosesinin gedişatı prosesi ilə tanışlıq, digər tərəfdən artıq məskunlaşmış əhali ilə görüş, onların problemlərini dinlənməsi. Yəni, bu mövzu bugün bu sahə bizim Azərbaycan dövləti üçün çox aktualdır. Cənab prezident bunu daimi diqqətdə saxlayır və bütün həm beynəlxalq səviyyədə danışıqlarda, həm daxili siyasətdə bu məsələlər prioritet olaraq göstərilir və bu da səfər növbəti belə bir prioritet olunmuş strategiyanın bir addımı idi. Bəli, sakinlərlə görüş zamanı biz orada olan o səmimi münasibəti də gördük, insanların cənab prezidentə olan sevgisini də gördük, inamını da gördük. Bu bizi qürurlandırır. Şükürlər olsun Allaha ki, Qarabağımız işğaldan azad olunub və Qarabağımıza quruculuq işləri gedir və böyük qayıdış prosesi həyata keçirilir. Növbəti sualımı vermək istərdim. Milli Məclisin 2025-ci il üçün payız sessiyası sona çatdı. Şahin müəllim üçün ən yadda qalan hansı məsələlər oldu? Müzakirə olunan bütün məsələlər çox vacibdir, sözsüz. İldə iki əhəmiyyətli bir dövr olur. Bu, baş nazirin hesabatı və müvafiq olaraq hökumət tərəfindən görülmüş işlər barəsində məlumat dinlənilir, millət vəkilləri tərəfindən müxtəlif təkliflər irəli sürülür. Həmçinin də payız sessiyası çərçivəsində növbəti ilin büdcəsinin müzakirəsi, burada da millət vəkilləri müxtəlif profillərə görə öz təkliflərini çıxış edə bilir. Ümumiyyətlə, sessiyalar çox aktiv keçir, xüsusi komitə iclasları, təmsil etdiyim Elm və Təhsil Komitəsi və Mədəniyyət Komitəsində müxtəlif məsələlərin müzakirəsi keçilmişdir. Məsəl üçün, nümunə kimi söyləyə bilərəm ki, Mədəniyyət Komitəsində yaz sessiyası dövründə keçirilmiş ictimai dinləmələr, tarix abidələrinə bağlı müvafiq olaraq müxtəlif qurumlarla, mütəxəssislərlə olan görüşlər, onun əsasında, onun davamı olaraq artıq payız sessiyasında bunun qanun layihəsini və bunun müzakirəsi davam olunur. Yəni, bu çox aydın şəkildə göstərir ki, olsun mərkəzi icra hakimiyyəti orqanı, olsun müxtəlif mütəxəssislər tərəfindən irəli sürülmüş təkliflər və millət vəkillərinin birgə olan aparılan fikir mübadiləsi gələcəkdə qanun layihəsinin formasında təqdim olunur və müvafiq olaraq dəyişiklik aparılır. Yəni,
bu sadə bir nümunədir ki, hər hansı bir qanun layihəsinin müzakirəsinə əsaslar bundan öncə aparılmış bir işdir və ictimai dinləmələr bu prosesdə çox aktiv bir rolu var. Növbəti sualı vermək istərdim. Mətbuata açıq millət vəkilisiniz və bu günlərdə də artıq məlum oldu ki, siz bir millət vəkili kimi hesabat verdiniz. İstərdim bu barədə fikirlərinizi eşidək. Tamamilə düzgün qeyd edildiniz. Ənənəyə uyğun olaraq artıq biz bunu ənənə halına salmışıq. İldə 2 dəfə sessiya bitdikdən sonra bundan öncə bütün müraciətləri nəzərə alaraq bir təhlil aparılır və ümumiyyətlə millət vəkili olaraq fəaliyyətimizin bir təhlil aparılır və bunun hesabatı seçicilərə verilir. Hesab edirəm ki, seçicilər tərəfindən yəni göstərilən etimadı daimi müxtəlif hesabatlar formatında biz seçicilərin qabağında çıxış etməliyik ki, seçicilər yəni bizi sadəcə qəbuldan qəbula, görüşdən görüşə tanımasınlar. Daimi də görsünlər ki, biz tək onların yaşadığı kənddə, qəsəbədə yox, digər kənd qəsəbələrdə hansı işlər görülüb, hansı təkliflər olub, hansı problemləri müvafiq olaraq orqanlara çatdırılıb. Belə bir növbəti hesabat artıq seçicilərə təqdim olunub. Onu deyim ki, hesabat poçt vasitəsilə canlı olaraq seçicilərə göndərilir. Bəli. Yəni bu sadəcə ancaq sosial şəbəkə vasitəsilə təqdim olunsun. Bu öz yerində, yəni bu media və ictimai üçün bu bir imkandır. Eyni zaman belə seçici var ki, kənd şəraitində yaşayır, heç sosial şəbəkədə aktiv də deyil və o canlı olaraq bu hesabatı əldə edə bilir. Biz növbəti belə bir hesabatı təqdim etdik. Bütün o seçicilər ki, bugünə kimi bizə müraciət edilmişdir, onların həm elektron formatında, həm də canlı formatında hesabatı əldə etmək imkanı oldu. Təşəkkür edirəm. Növbəti sual. Ümumən siz Milli Məclisdə təmsil etdiyiniz seçki dairəsi ərazi baxımından böyükdür. 3 rayonu əhatə edir. Siz seçicilərlə yerindəcə görüşürsünüz? Deməli, kiçik bir məlumat verim. Seçki dairəmiz Qobustan, Şamaxı, İsmayıllı rayonlarının əhatə edir və ümumi olaraq 91 şəhər, kənd, qəsəbə, yaşayış məntəqəsi var, 51 min seçicidir. Yəni, ən şərq nöqtəsindən ən qərb nöqtəsinə təxminən 120 kilometrdir. Yəni, ərazi həm coğrafik olaraq kifayət qədər yəni ki, miqyası var, həm də yəni ki, 3 rayon, 3 müxtəlif yanaşmalar, 3 müxtəlif reallıq və s. Bölgə bir bölgədir, yəni ki, oxşarlıqlar da var, amma reallıq var ki, hər bir bölgənin öz spesifikası var. Biz hər ay müvafiq yəni ki, qrafik uyğun olaraq hər bir rayonda qəbul keçiririk və qəbul keçirdiyimiz zaman hər hansı bir kənddə keçirmiş, ətraflı kəndə də bununla bağlı məlumat veririk. Ümumiyyətlə, bugünə kimi bizə müraciət etmiş bütün seçicilərin telefon bazası var və tək yəni biz bunu müxtəlif icra nümayəndələrlə, bələdiyyələrlə, ağsaqqallarla, gənclər vasitəsilə yox məlumatla, həm biz özümüzün elektron bazası əsasında məlumatlandırma keçirilir və bugünə kimi 45-dən artıq qəbul keçirilib, yəni 700-dən artıq qəbulda vətəndaş iştirak edib, müxtəlif müraciətlərlə çıxış edib. Yəni, çox maraqlı bir təcrübədir və əgər Qobustanda çox vacib bir problemlərdən biri, məsəl üçün su problemidirsə, İsmayılda daha çox problem kəndlərdə, ucqar kəndləri nəzərə alaraq, yəni 41 kənd qəsəbə var bizim seçki dairəmizdə, problemlərdən çox əsas biruzə verən problemlərdən biri yoldur. Məsələn, hər bir rayonun özünün problemi var və mən imkandan istifadə edib, mən bütün dövlət qurumlara təşəkkürümü bildirirəm. Ona görə ki, müraciət etdiyi zaman həm tez vaxtında cavab verilir, həm də imkan çərçivəsində müxtəlif dövlət proqramlara, müxtəlif layihələr salıb ardıcıllıq olaraq bu problemlər həll olunur. Əlçatan millət vəkilisiniz. Bax, söylüyorsunuz, fikirlərinizi bölüşürsünüz ki, seçicilərlə görüşürsünüz. Problemin həllində əlinizdən gələni edirsiniz və əhatə dairəsi də genişdir. Bu yorucu deyil sizin üçün? Yəni, birinci bu seçicilərin göstərmiş etimaddır. İkinci... Yəni, burada zaman var, vaxt var. Necə çatdırırsınız bu qədər işi? Müvafiq olaraq plan qoyulur. Öncədən, yəni,
bir ay əvvəl plan qurulur qəbulla bağlı və əsas məqsədimiz ki, olmayan kənddə olmaq, hava şəraitinə uyğun olaraq ucqar kəndləri, yəni ki, daha rahat çatan kəndlərimizin arasında bir məsafəni ölçürük, artıq zamana görə baxırıq. Bunun müvafiq tarixlər var ki, biz o müvafiq tarixlərə uyğun olaraq ziyarət edirik. Məsəl üçün, Milli Qəhrəmanın anım günüdür, müxtəlif bayramlardır, müxtəlif tədbirlərdir, yubileylərdir və s. Yəni, bu, öncədən planlaşdırılmış bir plandır və fəaliyyətimizin bu hissəsini həmçinin də bizə həvalə olunmuş, yəni ki, bizlə əmək işləyən köməkçi də bu işi aparır. Sözsüz, yəni, bütün o danışıqları, təşkilatı işləri köməkçi tərəfindən aparılır. Hesab edirəm ki, bu bizim işimizdir, bu bizim vəzifəmizdir və burada yoruluq sözü biraz o cəhətdən yəqin ki, yəni bu bizim vəzifəmizdir və dövlətə xidmətdə yorulmaq anlayışı biraz çox belədir. Hər an olur ki, biraz yoğun ola bilərsən hansı bir anda, amma reallıq olaraq bu işdir və ən xoş anlar odur ki, hər hansı bir problem həll olunur və sadəcə bir vətəndaş qəbulun özünə gəlmir. Dəhlizdə gözləyir və sadəcə təşəkkürünü bildirmək istəyir. Yəni, ona görə o cəhətdən bu daha çox o xoşbəxt anları insan xatırlayır, nəinki insan yorulub, yoxsa yox. Bütün yorğunluq da əldən gedir. Bəli. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları sərəncam imzalayıb və sərəncamda qeyd olunur ki, 2026-cı il Azərbaycanda şəhərsalma və memarlıq ili kimi qeyd olunur. İstərdim bu barədə sizinlə fikir mübadiləsi aparaq. Tamamilə düzgün qeyd edirsiniz. Ümumiyyətlə 2026-cı il bu sahədə çox əhəmiyyətli bir ildir və buna 3 mən deyərdim əsas var. Birinci əsas və yəqin ki, son 2020-ci ildə inkişaf olunan bir dövlət qayıdış proqramı çərçivəsində Qarabağda aparılan işlərdir. Burada da memarlıq hissəsi var. Burada da yeni yaradılmış şəhərlərin baş planı. Yəni, bu bizim üçün bir prioritetlidir. İkinci, son illər Bakı və digər şəhərlərin baş planı təsdiq olunub, strateji inkişaf planı təsdiq olunub. Bu da çox əhəmiyyətli bir sənədlərdir ki, hər kəs bilir ki, onu yaşadığı məkanda onu nə gözləyib 5 il, 10 il, 20 ildən sonra. Və üçüncü, yəqin ki, o məqamı da unutmaq lazım deyil ki, 2026-cı ilin may ayında Birləşmiş Millətlər Təşkilatı səviyyəsində böyük bir tədbir keçiriləcək bu mövzu ətrafında və bu tədbirin qəbul edən tərəfi Azərbaycan dövləti, Azərbaycan hökuməti olacaq və bütün bunları nəzərə alaraq 2026-cı ilin məhz bu sayədə elan olunması çox məntiqli, yerinə düşən və kifayət qədər Azərbaycanın həm xarici siyasətdə təbliğatına, xüsusilə də Qarabağda aparılan işlər, Birləşmiş Millətlər Təşkilatı səviyyəsində olan tədbir, həmçinin də Azərbaycan daxili siyasətinin çərçivəsində müxtəlif şəhərlərin təsdiq olunmuş baş planlar. Yəni, bu Azərbaycan üçün həm taktiki cəhətdən, həm strateji cəhətdən ancaq bir fayda gətirəcək. Şahin müəllim, biraz öncə qeyd etdik ki, siz təhsil sahəsində də çalışırsınız, yəni Milli Məclisin Təhsil Komitəsi ilə də bağlı işlər görürsünüz. 2026-cı il Azərbaycan təhsilində hansı yeniliklər olacaq? Ümumiyyətlə, 2026-cı ildən biz nə gözləyək təhsillə bağlı? Yəni, bilirsiniz, təhsil o sahədir ki, onu bir illə ölçmək düzgün olmazdı. Yəni, bu bir addım deyil, bir layihə deyil. Bugünkü olan nəticələri 5 il, 10 il bundan qabaq qoyulmuş kökün nəticələridir. Və bugün nə qoyulursa, biz onu 5 il, 10 ildən sonra bunu görürük. Yəni, biz bunu nəzərdə tutmalıyıq. Bir neçə müddət öncə cənab Prezident peşə təhsilinə bağlı mühüm bir qərar verib və peşə təhsilinin əhatə dairəsini genişləndirmək məqsədi ilə yeni peşə mərkəzlərinin yaradılması və müvafiq olaraq peşə təhsilinin əhali üçün əlçatanlığını təmin etməkdir. 2026-cı ildən bu artıq proqramın reallaşması başlayacaq. Bu çox əhəmiyyətlidir. Yəni, universitetlər artıq mövcuddur. Artıq hər bir universitetin özünün siyasəti var.
reytingi var, müxtəlif rəqabət mühiti yaradılıb, müxtəlif bununla bağlı addımlar görülür. İndi artıq məzunlar üçün növbəti bir yaxşı bir mənada imkandır. Bu imkan həmişə var idi, amma bu daha geniş, miqyaslı və əlçatan olacaq bu peşə təhsilidir. Yəni mən artıq nümunə kimi də söyləyim ki, 2025-26-cı ildə təmsil etdiyim seçki dairəmizdə bu prosesdə kənarda qalmadı. Yəni orada ilk dəfə olaraq yəni ki, peşə mərkəzi açıldı Qobustan rayonunda və bu da məhz böyük bir peşə təhsilinin inkişafında olan kiçik bir töhfədir, kiçik bir addımdır. Ona görə təhsildə müxtəlif bizə yeniliklər gözləyir. Lakin təhsil həmişə bir tərəfdən o strateji və institusional inkişafı tələb edir. Digər tərəfdən daimi o cəmiyyətin olan reaksiyasını, cəmiyyətdə olan prosesləri nəzərə alaraq müvafiq olaraq oradakı olan proseslərə reaksiya göstərməklə müxtəlif layihələrin və müxtəlif proqramların da icrasına ehtiyac var. Növbəti istiqamətlərdən mən hesab edirəm ki, onu da söyləmək lazımdır və Cənab Prezident bunu Elmlər Akademiyasının yubileyində də qeyd elədi. Bu Azərbaycan dilinin təbliği, təşviqi və ümumiyyətlə Azərbaycan dilinin institusional olaraq, yəni ki, həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları üçün, həm də Azərbaycan xaricdə Azərbaycan soydaşları üçün Azərbaycan dilinin tədrisi. Yəni hədəflər çoxdur, məqsədlər çoxdur və biz komitə olaraq bütün bu proseslərə ancaq dəstək verə bilərik və əminəm ki, 2025-ci ildəki kimi 2026-cı illər bununla bağlı müxtəlif qanun layihəsi daxil olacaq komitəyə və öz tərəfimizdən bunu müzakirə edib və öz mövqeyimizi bildirməyə hazırıq. Aydındır. Şahin müəllim, növbəti sualı vermək istərdim. Cənab Prezident yeni il təbrikində qeyd etdi ki, Azərbaycanın bütün regionlarında şəhər və kəndlərində yenidən qurma işləri aparılır. Biraz öncə biz Cənab Prezidentin Ağdərəyə olan səfərindən danışdıq və orada gedən proseslərdən danışdıq. Ümumilikdə Azərbaycanda gedən yenidən qurma işlərindən istərdim danışaq. Bilirsiniz, yəqin ki, siz izləyirsiniz sosial şəbəkələri və medianı. Dekabr ayından başlayaraq artıq yanvar ayında daha fəal olaraq müxtəlif rayonlarda icra hakimiyyəti tərəfindən illik hesabatlar təqdim edilir. Bəli. Yəni bu çox yaxşı bir addımdır. Vaxtı ilə bu pandemiyaya qədər bu ənənə var idi. Sözsüz pandemiya buna obyektiv bir təsir etdi, obyektiv olaraq təsir etdi. İndi bu ənənə bərpa olunur və burada hər bir bölgədə, hər bir rayonda icra hakimiyyətinin hesabatlarını götürsək və bir masaya toplasaq, məhz sizin sualınıza cavabdır. Yəni biz təmsil etdiyim Qobustan, Şamaxı, İsmayıl rayonunda, Qobustan rayonundakı olan hesabatı dinlədik. Çox maraqlı bir məlumatlardır. Mən seçicilərdə müraciətlərində söylədim ki, çox zaman seçici öz yaşadığı kənddən, öz yaşadığı məntəqəni, öz küçənin, məhəllənin, kəndin inkişafını və yaxud hansı bir problemini görür. Amma o eşidədən ki, rayonda olan 30-dan artıq olan yaşayış məntəqələrdə müxtəlif proseslər verir, o artıq görür və başa düşür ki, problem və hər hansı bir uğur tək onun kəndin uğuru deyil. Bu rayonun sözsüz ölkə miqyasında dövlətin uğurudur. Yəni seçicilər çox zaman o yerli səviyyədə mən deyirəm ki, bizim problemimiz ən prioritetdir. Deyirəm ki, bizdə 91 kənd qəsəbə var, 91 övladdır. Hər bir kənd hesab edir ki, onun problemi daha vacibdir, nəinki o bu. Amma yəni Cənab Prezident söylədiyi bu biz dövlət ölkə əhəmiyyətli götürürsək və hər bir rayonda aparılan işlər götürsək, hər bir yaşayış məntəqəni götürsək, bunun hamısı birləşdirsək, sözsüz dövlət ölkədə, ölkə səviyyəsində, rayon səviyyəsində, şəhər, kənd qəsəbə səviyyəsində müxtəlif işlər aparılır. Eyni zaman problemlər var, bəli, problemlər var. Problemlər mövcuddur, problemlər mövcud. Amma yəni Azərbaycan 20 il bundan qabaq, Azərbaycan 15 il bundan qabaq, Azərbaycan 5 il bundan qabaq ki, indiki Azərbaycan fərqlidir. Çox fərqlidir. Fərqlidir. Yəni biz çox cavanıq. Elə bir əgər biz bütün dövlətə, bir cəmiyyətə, bir ailə kimi baxsaq, övlad böyüyür. Yəni biz həmişə valideyn olaraq istəyirik ki, övlad ideal olsun da. Hər şey alınmır. Amma ardıcıllıq olaraq yavaş-yavaş o böyüyür. Daimi biz istəyirsən ki, daha yaxşı, daha nəsə edəsən. Eyni cəhətdən dövlətdə biz istəyirdik ki, daha nəsə yaxşı olsun. Amma müqayisədə
çox bir məsələlər həll Çox olunur. fərq var, Bəli, çox bəli, fərq bəli. var. Biz deyirik ki, 5 il bundan öncəki Azərbaycanla bugünkü Azərbaycan arasında nə qədər fərq var. Deyərdik ki, 1 il bundan öncəki Azərbaycanla Bəli. bugünün Azərbaycanın arasında çox böyük fərq var. Və sizin o yanaşmanız, övlad kimi yanaşmanız çox maraqlı bir yanaşma idi Şahin müəllim. Cənab Prezident yeni il təbrikində də qeyd etdi ki, bugün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar. Bu bizim ən böyük qazandığımız uğurdur. Bəli. Təbii ki, bu cənab prezidentin apardığı siyasətin nəticəsidir. Eşidək. Yəni burada çox iki vacib bir amil var da. Azərbaycan ölkəsinin, Azərbaycan dövlətinin yerləşdiyi bir əraziyə fikir versək, ətrafda olan problemlər Azərbaycandan yan keçir. Yəni indi mən müxtəlif ölkələri, münaqişələri çəkməməklə hamı yəqin ki başa düşür ki, ətrafda nə başı. Və burada artıq maraqlar tamamilə başqa miqyasdadır və Azərbaycan müxtəlif beynəlxalq platformalarda, beynəlxalq təşkilatlarda öz mövqeyini gücləndirməklə sözsüz burada birbaşa cənab prezidentin nüfuzu, cənab prezidentin apardığı xarici siyasətin nəticələri göz qabağındadır. Yəni Azərbaycan bu bütün böyük xəritədə kiçik ərazi ilə bəlkə kiçik də olsa, amma kifayət qədər tamamilə başqa bir mövqeyə malikdir. Yəni siz görürsünüz ki, 2025-ci ildə hansı ölkələrlə, hansı təşkilatla Azərbaycan müxtəlif görüşlərin zamanı Azərbaycan hansı mövqelər. Yəni hər bir görüşün nəticəsi olaraq Azərbaycan öz mövqeyinə çıxış edir, öz maraqlarına çıxış edir və hesab edirəm ki, biz bu cəhətdən cənab prezidentə ancaq təşəkkür edə bilərik. Bəli, biz fəxr edirik ki, Azərbaycanda yaşayırıq və Azərbaycanlıyıq. Çox sağ olun Şahin müəllim, minnətdaram. Bizə ayrılan efir vaxtı da sona çatdı. Hörmətli televiziya tamaşaçıları, qeyd etmək istərdim ki, bugünkü efirimizin qonağı Milli Məclisin deputatı Şahin Seyidzadə idi. Minnətdaram. Hörmətli izləyicilərimiz, bizə ayrılan efir vaxtı sona çatdı. Dünya televiziyasına baxırsınız, baxmaqda da davam edin. Efirdə DTV Aktual idi. Diqqətinizə görə təşəkkür edirik. Sağ olun.